Gəncə şəhərinin ən qədim qəbristanlıqlarından olan Səbiskar qəbristanlığında geniş abadlıq işlərinə start verilib. İşlər çox şaxəli aparılır. Gəncə şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun yerli bələdiyyə, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin Gəncə Regional qurumunun dəstəyi ilə tarixi qəbristanlığa drenaj kanal və kanalizasiya xətti çəkilib. Həmçinin qəbristanlıq ərazisinə tamet daşlar düzülür. Tamet daşları giriş hissə ilə yanaşı digər ərazilərə də döşənəcək. Bu günlərin ölkəmizdə gedən bütün quruculuq, abadlıq işlərinə baxırıq. Gəncəmizdə də abadlıq, quruculuq işləri başlayıbdır. Biz də o abadlıq, quruculuq işlərinə baxırıq. Bələdiyyənin dəstəyi ilə, hörmətli Niyazi Bayramovun dəstəyi ilə, şəhər rəhbəri, biz də abadlıq işlərində geri qalmırıq. Qəbristanlıq bizim hər birimizin məbədimizdir, əbədiyyətimizdir. Qəbristanlıq tariximizdir. Hər birimiz də, hər bir vətəndaş, hər bir sakin öz ölüsünə hörmət qoymalıdır. Biz də o kalender sistemi çəkiləndən sonra indi tamet işinə başlamışıq. İndi Allahın köməyi ilə işi yarıya çatdırmışıq. Allahın köməyi ilə yəqin ki bir aya, 20 günə işi bu hissəni tamamlayacağıq. Qəbristanlıq ərazisi 7 hektar ərazini əhatə edir. Bura ölkəmizin hər bir bölgəsindən, hətta ölkəmizdən kənarda belə ziyarətçilər gəlir. Qəbristanlıq rəhbərliyinin ziyarətçilərə sözü də var. Hər birimiz üçün müqəddəs olan məkanı təmiz saxlayın. Sakinlərdə mən müraciət edirəm ki, bura qəbristanlığımızın ərazisi böyükdür. Hər bir sakin öz qəbrini təmiz saxlasın. Mən də sakinlərdən bunu bir çağırış kimi deyirəm ki, hər kəs öz ölüsünə, öz dünyadan köçənə hörmətlə yanaşsın. Məlumat üçün bildirək ki, Səbiskar qəbristanlığının 7 əsr yaşı var. Burada ölkəmizin ən tanınmış ziyalıları uyuyur.